Bildiyiniz kimi biz hal-hazırda Bəxtiyar Vahabzadə yurdunda, Türk dünyasının mütəfəkkiri və dəyərli şairi Bəxtiyar Vahabzadənin yurdundayıq. Şəki şəhərindəyik. Yuxarı Baş məhəlləsində yerləşən Bəxtiyar Vahabzadənin ev muzeyindəyik və bugün biz Əbədi Birlik Gənclər İctimai Birliyi və Nova Türk Medianın təşkilatçılığı ilə Bəxtiyar Vahabzadə və Əbədi Birlik idealı mövzusunda belə bir söhbət gerçəkləşdirdik. Yaxınlarda Bəxtiyar müəllimin avqustun 16-sında ad günüdür. Gözəl bir ərəfədə görüşmüşük. Elə hörmətli tamaşaçılarımıza onu demək istəyirəm ki, bax, qonaqlarımız bu yurdun istifadəyə verildiyi gündən dostu olan insanlardır. Əbədi Birlik ideyası çox doğmadır. Bəxtiyar müəllimin yaradıqlarına, gəncliyə tövsiyəsinə çox doğmadır. Öz ata evini uşaq bağçasına vermişdi, öz qəlbini xalqına vermişdi. Ancaq bundan böyük vətənpərvərlik, bundan böyük qəhrəmanlıq ola bilməz insan üçün. Bir öbürünə deyir ki, deyir onda cavan oğlan de görək mənə Allah'a çatmağın nəymiş yol. Öbürü cavab verir. Bir idraçda yol açmış gecədən gündüzə Allah, güldürməsən öz könlünü gülməz üzə. Anda Şeki'de Bahtiyar Vahabzade Ev Müzeyi'nde aynı zamanda Nova Türk Medya'nın ilk programı gerçekleşti ve Ebedi Birlik Gençler İçtimai Birliği ve Nova Türk Medya'nın iştirakçılığı ile birlikte ilk program senetli film şeklinde çekildi.